Tarix çox müharibələr gördü. Amma heç biri bir ovuc insanın zülmə qarşı bu duruşu qədər əbəlləşmədi. Məhrəmin 10-cu günü İmam Hüseyin və 72 fədakar sadəcə canlarını vermədilər. Onlar ədalətin, şərəfin və azadlığın heç bir gücə boyun əyməməyəcəyinə bütün dünyaya sübut etdilər. Susundan dodaqları çatladı. Amma heç vaxt öz prinsiplərindən dönmədilər. Amma indiki əzadarlar sinə döyməklə, zəncir vurmaqla özlərini İmam Hüseyin davamçıları hesab edirlər. Kərbəla faciəsi bir məktəbdir. İnsanlara ədaləti, şücaəti, qorxmazlığı, necə ki İmam Hüseyin dediyi kimi, mən təkəbbürlük etmək, fəsad törətmək və ya zülm etmək üçün ayağa qalxmadım. Mən yalnız babamın ümmətini islah etmək üçün ayağa qalxdım. İndiki insanlar isə dünya quludur. Dinləri dillərində əzbər, dinləri dillərinin bəzəyidir. Maddi qazancı olduğu müddətcə dini qoruyarlar. Elə ki, bir çətinlik, bir imtihan olduqda dindarlar azalar, şallaq vuranlar qalar. Allahın salamı, xeyir, bərəkət olsun hər birinizə.